Space TV-də yayımlanan Tarixin bir günü verilişində xoşagəlməz hadisə yaşanıb. Bölgə TV xəbər verir ki, proqramda qonaq olan Firuzə Babayeva və Mehriban Qəmbərova adlı ifaçılar arasında mübahisə düşüb. Bir-birinin ünvanına sərt sözlər deyən sənətçilər qeyri-etik ifadələrə söyüşə keçiblər. Mübahisəyə səbəb Firuzənin Mehribana bizim sənətimiz yoxdur da, gəlib haramızsa göstərik sözləri olub. Mehriban isə qışqıraraq söyüş söyüb, efir qaydalarına zidd olan sözlər deyib. Daha sonra bir-birinə hücum etmək istəyən sənətçiləri studiyadakılar ayırmağa çalışıb. Rəna Rövşən qızı, BTV. Sənətim var, mən nəyimə lazım başqa söhbət edir. Bizim sənətimiz yoxdur axı. Biz də haramızsa gəlib göstəririk efirlərdə. Ay qız ağzını danışığım bilə. Bir manasını göstərir. Bizim sənətimiz Qaçqılıyır bu. yoxdur bəyəm. Yox, demək istəyir. Kalendarla toya gedən adam. Mən əgər o toy oxuya bilmirəmsə, mən niyə görə aparsınlar o toya? Bax, Deyə sənətim var. Mənim də sənətim var da. Ay bacı, mən sən sənət və nəsə dediyim, get sən də məşğul ol. Az gid ağzını danışığım, əsəblərəm ki, oramam mənim yerə. Gəlmirsən bura mən nəsə danışmağa. Get daşığım o tərəfdə girdirəm. Sən birisi, gəl olsan az, çörək kesmişəm, gəlmişəm səndən. Çörək kesmişəm, ayıb da sən. Get başqa qapıya. Get başqa qapıya. Mehriban. Az get söyləmək ol. Ben yolun git. Əsəblərəm yerə olursan ha. Etmə getmiyorsun.